İran Amerika üçün regional müstəvidə bir rəqib dövlətdir. Amerika və müttəfiqi İsrail üçün İranın apardığı siyasət onların maraqlarına uyğun gəlmir. Bu, həm regional proksi qüvvələri vasitəsilə apardığı siyasətdən söhbət gedir, eyni zamanda İranın nüvəni zənginləşdirmə proqramı ətrafında apardığı israrı. Hətta bəzi məlumatlara görə İran artıq bir neçə nüvə başlığına nail olub. BMT-nin rəsmi məlumatına görə 60%-ə qədər nüvə proqramını zənginləşdirib, uranı zənginləşdirib. İsrailin mövqeyi isə daha yüksəkdədir ki, 90%-lərə qədər gəlib çatıb. Amerika Birləşmiş Ştatlarının indiki administrasiyası üçün İranın nüvə silahına sahib olması olduqca kritik bir məqamdır və mütləq bunun qarşısını alması ilə bağlı tədbirlər görməkdə israrlıdır. O cümlədən bu məsələ İran üçün də olduqca əhəmiyyətli və geriyə addım atmağın mümkünsüz olduğu bir vəziyyətə gəlib çıxıb. Lakin hər iki dövlətə baxdıqda, hər iki tərəfə baxdıqda burada söhbət sərt toqquşma ola bilərmi? Bu sərt toqquşma nəticəsində Amerika və İsrail İrana qarşı münasibətdə istəklərinə nail ola bilərmi? Bax, bunun ətrafında düşünmək lazımdır. Hər iki tərəf də düşünür və şərhçilər də bu barədə müzakirələr aparırlar. Məsələ bundan ibarətdir ki, əgər İranda məqsədə nail olmaq üçün bu lokal bombardman olmamalıdır. Çünki belə bir şey olarsa, biz bunun müqayisəsini aparaq İraqla. İraqla İran arasındakı məsələdə nəticəyə çatımlılıq İranda biraz fərqlidir. Çünki əvvəla İran ordu baxımından İraqla müqayisədə güclüdür. İkinci, çox vacib məsələ. Burada söhbət əgər İrana qarşı bombardmandan, İranın vurulmasından gedərsə, burada İran birincisi ideoloji dövlətdir. İran Şiə ideologiyası ətrafında öz daxilində konsolidasiya ola bilib, eyni zamanda ətraf ölkələrdə bir özü üçün aypara formalaşdıra bilib. Yəni, İrana qarşı hərbi müdaxilə perspektivdə İranın hakimiyyət dəyişikliyi gözləntisi və ölkənin parçalanması, rejimin dəyişməsi niyyətlərini həyata keçirə bilməz. Çünki bu daha da konsolidasiya olmasından gətirib çıxara bilər. Oradakı Azərbaycan, böyük Azərbaycanlılar, 10 milyona yaxın Kürdlər, Bəluclar və s. var. Bunlar hamısı konsolidasiya olacaq. Burada Amerika üçün ümid edirəm ki, Amerika Birləşmiş Ştatları və İsrail növbəti Qəzza faciəsi məntiqi ilə yanaşmazlar. İranla bağlı konkret plan olmalıdır, əgər olacaqsa. Amma müəyyən bununla bağlı müxtəlif açıqlamalar verilməkdədir. Sadəcə olaraq mən bir şey diqqət yetirmək istəyirəm. Bu, Trumpın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra Tehran və Vaşinqton arasında ən böyük səviyyəli danışıqlar kimi qiymətləndirilir. Yüksək səviyyəli, bax bu danışıqlarda tərəflər hər hansı bir razılığa gələ bilərmi? Yeri gəlmişkən, altılıqla İranın danışığı da Omanda baş vermişdi 2015-ci ildə. Burada mən fikrimi ona əsaslandırmaq istəyirəm ki, əslində iki tərəf kompromisə getmə şansları, ehtimallarını daha çox yüksək qiymətləndirirəm mən. Nəyə görə? Çünki İranın o qüdrəti yoxdur ki, Amerika və İsrailin hücumuna qarşı dura bilsin. Sonuncu dəfə İsrailə raket hücumu edəndə bir teatral bir mənzərə yaranmışdı. Səhnələşmiş sanki bir mənzərə. Hücum edəcəm deyə. Uzun müddət etdikdə də hədəfləri vura bilməmişdi, istədiyi hədəfləri. Yəni, İranın o hərbi qüdrəti mövcud deyil, bir. İkincisi, İran daxilində hakimiyyətlə bağlı parçalanma mövcud. Yəni, müxtəlif fikirlər, müxtəlif hakimiyyət cəbhələri mövcuddur. Bir, hazırki prezident, o bir o qədər xarici siyasətə təsir edə bilmir. Dindarlar tərəfindən seçilmiş ali dini rəhbər, eyni zamanda sepah generalları, vahid mövqe yoxdur. Yəni, İran əslində bu prosesdə öz qırmızı xətlərini keçməmək şərti ilə mən hesab edirəm ki, razılığa gəlməsi daha yaxın görürsə, yəni kompromisə gedəcək deyə düşünürəm. Kompromis hansı çərçivədə olmalıdır? 2018-ci ildə
razılaşmanı Trump hakimiyyətə gələndə nəyə görə cırdı atdı? Çünki həmin razılaşma 2015-ci ildə İranın nüvə silahını uranı zənginləşdirmə proqramını dayandırmamışdı. İndi əgər razılaşma olacaqsa, o çərçivədə olmalıdır ki, buna bir MAQATE nəzarət olsun. Düşünürəm ki, kompromisə gedən tərəf daha çox İrandır. Amma açıqlamada bildirilir ki, burada Amerika Birləşmiş Ştatları İrana güzəştə gedə bilər. Məsələn, bunu prezidentin xüsusi nümayəndəsi Steve Witkoff deyib. O bildirib ki, danışıqlar zamanı Amerika Birləşmiş Ştatlarının İrana güzəştə getmə ehtimalı var. Varmı? Güzəşt nə ola bilər? Amerika Birləşmiş Ştatlarının prezidenti ilə İsrailin baş naziri arasında görüş zamanı belə bir fikir işlətdilər ki, əvvəl İran uranı zənginləşmə proqramını dayandırmalıydı. Tezis bundan ibarət idi. Hesab edirəm ki, artıq güzəşt baş verib. O güzəşt nədir? İndi deyirlər ki, İran nüvə silahına malik ola bilməz. Bununla bu arasında böyük fərq var. Yəni, bu uranı zənginləşməklə davam edə bilər. Öldürücü, o çirkli silahı deyək də, nüvə silahını əldə edə bilməz, amma ona qədər prosesi apara bilər. Artıq, yəni mən müşahidə elədiyim onların çıxışından budur. Kompromis burada olar. Prosesi dayandırmaq yox, nüvə silahına nail olmağı dayandıra bilərlər.